Herkese salam dostlar. Bugün də yepyeni bir videoyla qarşınızdayım. Bugünkü videomuzda bugün gələnləri incələyirik. Görək bugün oyuna nələr əlavə olunub. Gördüyüm qədərilə Ronaldo falan əlavə olunmuşdu, amma bugün gəlib gəlməyibmi bilmirəm. Ona görə oyuna keçid etmək lazımdır bundan öncə. Yəni görək kimlər gəlib və buradan yenilik gəlib bunu endirək dərhal. Və indirdikdən sonra da oyunumuza keçid edək dostlar. Oyuna keçid etdik. Burada bugün Braziliya oyuncuları və Süper Lig oyuncuları gəlib videoya keçid edək. Videoya baxaq bir. Oyuncular bunlardır. 101 səviyyəyə qədər çıxan oyuncu var burada. Görək bunun nə gücü gəlib. Uzaqdan bir zərbə atdı. Ee, 101 səviyyə Estavio'dur bu. Və bunlar şey kimi gəliblər. Yəni komandazda bunlardan nə qədər olsa, o qədər də belə deyək, komandanızın oyuncularının səviyyəsi artacaq. Yəni bunlar təkcəlikdə yoxsa belə də güclü deyirlər, səhv eləmirəmsə. Bu 100-dür. O da 101 səviyyədir. Yəqin ki çox yüksəyə çıxır, amma bunlar bir yerdə nəsə bir işə yarayarlar. Təkcəlikdə inanmayın ki bunlar nəsə bir işə yarasınlar. Bir də Türkiyədən gəlib Süper Lig Rafa Silva var. Bombacı Rafa Silva'dır. Görək bombası necədir bunun. Belə zəif bir plasever'dır. Bilmirəm indi bu bomba sayılır mı bunun üçün, Rafa Silva üçünmü, yoxsa sayılmır. Yəni bunun bombacı kart olaraq gəlmiş Rafa Silva'mız. Növbəti oyuncu kimdir bəs? Sözəlliyi gəlib bunu da desən. Kimdir bu? Kimdir bu? Yusuf El Nesiri gəlib, santrafor kartı. Desə qafacıdır, bunun da gücü nədirsə. Bir də Osimhen gəlib. Osimhen də qəşəng bir zərbə ilə gəldi. Buradan çevrilib əla vurdu. Osimhenin də kafa gücü varmı, yoxdurmu bilmirəm düzü. İndi çıxanda baxarıq ona da. Bu da Osimhen 101 səviyyə qədər çıxır və buna da bir oyuncuları Türkiyəyə yığdıqda güclü gələcək. Nəysə bunlarla başını buraxaq. Görək bizə əsas bugün nələri verir. Neymarın şəklini verdi. Neymarın Braziliyadan başlama vuruşu, təsadüfi anlaşma və belə şeylər verdi bizə. Buradan etkinlik gəldi. Görək təzə nəsə əlavə olunubmu? Neymara aid avatar desə əlavə olunub. Türkiyə paketi və buradan hal-hazırda playoff direkt paketdə kimlər var? Simon var, Olise gəlib, Kimmich gəlib, Menyan gəlib, görsənmir və bir də İtaliya aid bir dənə buradan paket gəlib. İçində kimlər var? Buradan çöldən görsənən səviyyələrə görə bunların maksimum səviyyələrində hələ ki bu Zelinski yüksək səviyyəli, bir də Felix görsənir. Bu gəlmişdi, bilirdik, bunları bilirdik, bunları keç. Yəni bunlardır, görevlərdən də bu gəlib. Oyunculara da nəzər yetir. Buradan verib, buradan verib, mən almamışam. Buradan verib. Neymarın sadə kartı 3 dənə açılım oldu. Bir dənə təsadüfi anlaşma verdi. Bir dənə nə verdi? Bir dənə də Drogba. Drogba zaten desə özümün idi. Buradan açılım eləyək. Bizə kim? Bu Savinho'nun falan nə gücü var? Savinho da bombacı gəlib. Nəysə açaq görək, bəlkə şansımız çıxdı bəlkə. Yox, çıxmadı. Rəngli kart gəldi. Ricardo kimsə bu gəldi. Rəngli kart, amma bombacı falan gəlmədi. Hətta bunları çıxartmaq olar buradan. Yəni bunlar az paketli açılım edib çıxarda bilərsiniz bunlarda. Mən Drogba və biz ora keçid edək dostlar. Uygulamasına baxın. Amma səviyyələr hələ ki açıqlanmayıb, ona görə bilinmirəm. Buradan belə ekrandan falan görsənir ki, bunlar çox da yüksək səviyyəli olmayacaq. Əslində olacağı, yəni Türkiyə ligi seçsəz oyuncuların hamısından ya da Braziliyadan belə güclü səviyyələr çıxacaq, amma belə də olmayacaq. Videomuz bu qədər. Videomuza like atıb kanalımıza abunə olmağı unutmayın. Hamınızı çox sevirəm. Sağ olun.